Oxuyaq. İnternetin protokolu verilmiş variantı göstərir. Burada FTP-dir. File transfer protokol. Qalanların internetə aid bir protokol deyil. 22. Aşağıdakı cədvələ əsasən Y1 xanasının qiymətini tapın. Y1-də yazılıb power A1, B1. Biz də demişdik ki, power üstü qüvvətdir, düzdür? Deməli, yazıb A1-in üstündə, yəni 12-nin üzərində B1, günəş sözü. B1-də günəş sözü yazılıb. Bu, məntiqi cəhətdən düz deyil axı. Deməli, burada xəta gələcək. Yəni, rəqəm üstündə mətn ola bilməz. Rəqəm üzərində mətn üzərində rəqəm funksiyasını həyata keçirəndə value xətası gəlir. Cavab olacaq D variantı. Riyazi düsturları yazmaq üçün hansı lent tabı, lent qrupu və əmrdən istifadə olunur? Bax, ardıcılığa bax. Tab olaraq insert. Qrup olaraq simvol. Əmr olaraq equation. Equation qrup olaraq yox da, simvol tərkibində bir əmrdir. Cavab olacaq B variantı. Bu görünüş rejiminə struktur rejimdə deyilir. Bu rejimdə eyni adlı tab daxil olunur. Heç o tərəfə getməyə ehtiyac yoxdur. Struktur rejimi bizə nədir? O da outline-dir. Cavab olacaq B variantı. Demo proqramlardan istifadə etmək üçün hansı proqramlar var? Ümumiyyətlə demo proqramlar pullu proqramlardır, belə deyək. Demo trial proqramlar deyirlər buna. Bu pullu proqramlardan pulsuz şəkildə istifadə etmək üçün Crack Kagan adlanan proqramlar var ki, bunlardan istifadə edirsiniz. Bir növ bunlar kod qıranlardır. Yəni o həmin pullu proqramları pulsuza çevirən proqramlardır. İş masasındakı fon şəkli ekranda hansı rejimlərdə yerləşdirmək olar? Və ümumiyyətlə iş masasından nəyisə dəyişmək istəyirsinizsə, personalize adlanan kontekst menyuda əmr var, lap aşağıda yerləşir. Bu personalize girəndən sonra backgrounddan siz ekrandakı şəkli sentiyə yerləşdirə bilərsiniz. Set stretch formasına, eyni zamanda tile və span formasına sala bilərsiniz. Yəni 1, 4, 6, 7, B variantı bu sualın ən doğru cavabı olmuş olacaq. Uyğunluq qrafika ilə bağlı sualda. Paint'in bilirsiniz ki, 2 dənə genişlənməsi var. Biri BMP-dir, bir də PNG-dir. Sumaya görə də PNG genişlənməsində olur. Yəni, birə cavab olacaq, Y variantı var, PNG yoxdur. Birə cavab Y. Corel Draft'da buradan C-yi götürür, buradan da D ilə R-yi götürür. C, D, R. Demək, 2-yə B. PowerPoint-in də genişlənmələri P, P, T, X var, POTX var, P, P, S, X var. Amma P, S-da deyilən bir bunun genişlənməsi yox. PS-da nəyin genişlənməsidir? Photoshop'un. Əgər bunun axırı T olsaydı, PS-T olsaydı, post olacaqdı. Bu vəziyyətlə Photoshop. Bizdə Photoshop yoxdur deyə burada variantlardan onu götürmürük. PowerPoint-a aid genişlənmə də D variantındadır. 1Y, 2B, 3D harda var? D variantında. Bu sual cavabı olacaq D variantı. Anakarta qoşulma üsuluna görə, bax bunu deyirdim. Burada A, B, C, D, Y olmalıdır. Nəsə hərflər səhv gedib. HDD-nin növləri ata, sata, ID. Yəni cavab C variantı olmuş olacaq. Şəbəkədə konflikt yarandıqda konfliktdə olan stansiyalar məlumatın ötürülməsini dayandırır. Bunu təzəlikcə keçdik, dedik. Sonra, aktiv sənədin bağlanması üçün. Aktiv sənədi bağlamaq üçün Ctrl plus W düyməsi kiliklənməlidir ki, aktiv sənəd bağlansın. Cavab olacaq C variantı. Bəli. Necə? Geri qaytarmaq? Geri qaytarma olmur. Proqram bağlanır. Təzən geri açmalısan. Yəni, bu bağlamaq üçündür də. Yenidən açmaq istəyirsə, sonra gedib hansı? Ha? Yox, geri qayıtmır. O getdi. Daha geri təzədən yaradasan. Oli obyekt sahəsi hansı tip verilənləri yadda salır? Mən də demişdim ki, Oli sözünü gördünüzsə, multimedia axtarmalısınız. Multimediada Y variantında var. İnstrumental proqramları seçin. Buradan 2 dənəsini ağda görürəm. Bax, biri kompilatordur, interpretatordur, biri də burada görürəm. Bunların ümumi adı translatordur. Sənin variantında mütləq ki 3, 5, 7 olacaq. Onda cavabınız çıxır avtomatik B variantı olaraq. Həqiqətən də case texnologiyası mürəkkəb instrumental proqramlardır. Mürəkkəb əməliyyatları yerinə yetirmək üçün yaradılan, mürəkkəb proqramlar yaratmaq üçün istifadə olunan texnologiyalardır. Antiviruslar aydın məsələdir ki, sistem proqram təminatına aiddir, arxivatorda onu kimi, əməliyyat örtüyüdə onu kimi, elektron cədvəldə tətbiqidir. Deməli, burada 1, 3, 5, 7, yəni B variantı bu sualın doğru cavabıdır. Gəlir bu suala. Kitabın hər səhifəsində 32 sətr var. 32 simvol var. 64 səhifəlik bu kitab Unicode-la kodlaşdırılıb. Yəqin ki, hamınız normal olaraq sətr, səhifə, simvol düsturunu, hətta Unicode-da görüb 2-yə vurub Python hesablayıb nəsə bir şey eləməyə çalışırsınız. Amma ehtiyac yoxdur. Niyə deyir, arxivatorla 75% sıxılandan sonra bu sənədin səhifələrin sayı nə qədər olacaq? Biz də demişdik ki, arxivator sadəcə və sadəcə sənədin həcmini dəyişir. Səhifənin də nə işi var bunun? Elə 64 olaraq qalacaq. Cavab D variantı. Heç hesablamaya ehtiyac yoxdur.
Cortana süni intellektə əsaslanan səsli axtarış, yəni səsli virtual köməkçidir. Cortana idi bu kompüterdə yoxdur, əvvəlki mənim kompüterimdə var idi. Qoy görüm Cortana button. Burada bir yerdə yazılmalıdır adı. Gözümə dəysə. Bu olmalıdır, səhv eləmirəmsə. Cortana button yəni səsli axtarış sistemidir. Aha, 35. Qrafikə aid bir sualdır. Demişdik ki, düstur belədir. N vurulsun uzun, vurulsun rəngçaları, bərabər həcm bitə. Deməli, 2 üstündə 10, vurulsun 2 üstündə 9, vurulsun rəngçalarını yenə yazaq bir dənə x, bərabər 2 üstündə 8 qədər kilobayta. Düstur bitləndi deyə, kilobaytdan da keçəndə 2 üstündə 13-ə vurmaq lazımdır. Buraya eləcək 2 üstündə 19x, bərabər 2 üstündə 21-ə. Bunlar x-lar geçsə, burada qalacaq 2 üstündə 2, yəni x bərabər 4. Gedib 4-ü yazmayın tələsik ki, mən tapdım, nə qəşəng. Yox, səhv tapırsan, maksimal sözü var burada. Onda 2 üstündə 4 şəklində verərsə, maksimal sözünə görə 16 yazarsan. Cavab olacaq A. Mak ünvanı ola bilməz. Makla bağlı demişdik. 6 dənə hissədən ibarət olmalıdır. F-i aşmamalıdır. 1, 2, 3, 4 dənə. Hanı bunun ikisi? Deməli, bu ola bilməz. Bizdən ola bilməz soruşur zaten. 1, 2, 3, 4, 5, 6. Bu ola bilər. Bizim buna işimiz yoxdur. 1, 2, 3, 4, 5, 6. Hərflər də F aşmayıb. Buna da işimiz yoxdur. 1, 2, 3, 4, 5. Hanı bunun bir dənəsi? Bir də budur. Sonra burada da Q var gördüyünüz kimi. Çoxları vaxtımız sərf edilməyək. Əlifbada aşıb, bu aşıb. Həmişə yanınızda saxlayın ki, mak ünvanı 16-lıq say sistemindən işləyir. 16-lıq say sistemindən böyük rəqəm F olduğuna görə deyəcək ki, F aşmır. Məntiqi bunun budur. Onda deyəcək ki, bu da F aşıbdırsa, bir də budur. 1, 4, 6 yəni cavab C variantı olmuş olacaq. Qovluqda 20992 bayt informasiya var. Əgər qovluqdan 3 kilobayt audio, 12800 bayt mətin silinərsə və 0.5 megabayt video tipli informasiya əlavə edilərsə, qovluqda nə qədər informasiya olar? Maraqlı bir sualdır. Deməli, bu gördüyüm kimi, bax bunlar, bu ikisi silinib də. Gəl onda 3 kilobaytı bayta gətirim, eləsin 3072. 12800-dən də bunu toplayım. Yəni 12800-dən bunu toplasam, görüm nə qədər edəcək? 7, 8, 5, 1500, yox, 15872. Bunu tapdıq. Bu qədər silinib deyir. Gəl onda bunu silək də bundan. 20992-dən silək 15872-sini. Silsək nə qalacaq? 0, 2, 1, deməli, ondan da 5-dən çıxsaq 5. Qalırmı 5120 bayt? Biz 5120 bayt tapmışıq. 5120 baytdan da deyir 0.5 megabayt video tipli informasiya əlavə edilərsə. Nə qədər informasiya olar? 5120 bayt tapmışıqsa, 5120 baytdan 5 kilobayt eləyəcək. Bu sualda nəsə məncə səhvlik var nəsə. Neçə tapırsınız buna? Sualda 5 kilobayt tapdın. 0.5 megabayt ilə kilobayta çevirək, yaxşı. Bu yox, var cavabı. 0.5 megabayt, 1 megabaytımız bərabər deyil 1024-də. Onda 0.5-imiz nəyə bərabər olacaq? 512-yə. 512 kilobayta tapdıq. 5 kilobaytda bu var. 5 kilobaytla 512 toplayanda 517. Cavab alındı. Cavab C variantıdır. Və biz nəntər elədik? Silinəsi olanları hamısını bayta gətdik, sildik. Sonra aldığımız o 5120 baytı 5 kilobayt elədik. Sonra da 0.5 megabaytı kilobayta gətirdik. Bunu da kilobayta, bunu da kilobayta. Topladıq bir yerdə. 517 alındı. C variantı. Sənədin 2-3 variantı verilmişdi. Bunlar. Birinci abzas, ikinci abzas, üçüncü abzas. Aha. Ardıcıllıq. Birinci abzas seçilir və kontrolcu vurulur. Bax, bunu seçdik. Kontrolcu, yəni kopyaladıq. Hələ ki, heç bir dəyişiklik olmadı. Sonra, kursor ikinci abzasın sonuna gətirilir. İkinci abzasın sonu buradır. Və ardıcıl olaraq kontrol aşağı off və kontrol V vurulur. Kontrol aşağı off vurulursa, deməli, kursor keçir bura. Düzdür? Burada kontrol V vurur. Onda bura yazacaq QW. Niyə QW? Çünki QW-ni bəyə kopyalayıb. Onda təzə vəziyyət belə olacaq da. QW, R, R-dən sonra bir dənə də QW, bir dənə də TY. Sonra, və ardıcılı olaraq Ctrl V basıldı. Sonra, sonuncu abzas seçilir. Sonuncu abzasımız nədir bizim? T-yıdır da. Və Ctrl X vurulur. Ctrl X vurulursa, bu silinir. Düzdür? Kursor birinci abzasın sonuna gətirilir. Axırıncı mən siləndən sonra qalan vəziyyət budur da. Ctrl W, daha doğrusu QW, R, sonra da QW. Bu dəqiqəki vəziyyət budur. Sonra deyir ki, sonuncu abzası seçildi, sildik. Kursor birinci abzasının sonuna gətirildi. Yəni, bax, buraya gətirildi. Ardıcıl olaraq kontrol yuxarı, off və kontrol
W kombinasiyası vuruldu. Yəni bu yuxarı o deməkdir ki, bir abzas yerini dəyişsin. Yəni onda kursor çıxacaq bura. Və Ctrl-V vurulur. Ctrl-V vuranda da yadınızdadsa mən demişdim, biri Ctrl-X ilə, bir də Ctrl-C ilə biz maliyyə feylinə nəyisə göndərə bilərik. Ən sonuncu nə ilə göndərdik biz? Ctrl-X ilə. Deməli, bura nə yazacağıq onda biz? T-Y yazacağıq. Və sizə ardıcılıq nətər olacaq? T-Y, Q, W, R, sonra da Q, W. Harada var bu cavab? T-Y, Q, R, Q, W. B variantında cavab olacaq B. İnformasiya harada emal olunur? Bilirsiniz ki, informasiya registr yaddaşda mikroprosesorun tərkibində emal olunur. Sonra keçirik. Algoritmdir. A-nın qiyməti 3, B-nin qiyməti 7. Yerinə qoyaq. 3 7-dən balacadırmı? Cavab hədirsə, buranı həll eləyəcəyik. Yoxdursa buranı, daha doğrusu yox. Əks halda yoxdursa buranı həll eləyəcəyik. Hədirsə bunun ümumisini həll eləyəcəyik. Baxıram ki, həqiqətən də 7 3-dən böyükdür da. Onu buranı həll eləyək. A plus B, yəni 7, üstə gəlinsin 3, 10, 3-ə də vuranda 30. D tapdıq 30. Sonra C bərabərdir. D minus A vuraq B. A-yı B-yə vursan, yəni 3-ü 7-yə vursan 21. Biz ki, birinci vurma əməliyyatı həyata keçirilir. Sonra da 30-dan o 21-i çıxsam, bərabərdir 9. Vəssam, C-nin qiyməti nə oldu? 9. Bizdən də onu soruşur ki, C-nin qiyməti nədir? 9. Cavab C. Keçirik açıq tiplərə. Deyir ki, 20 səhifəsi sənəd aşağıdakı kimi çapa verilib. 14-cü çap vərəqinin hansı nömrəli səhifə çap olunur? Deməli, səhifələri təyin edək. Baxaq, 1 dənə səhifə var. Sonra 5 bir dənədir. 20-dən 10-unu çıxaram. 10, üstə birini gəlirəm, 11 dənə səhifədir. Budur. Ümumilikdə nə qədər eləyəcək? 13 səhifə. 13 səhifədən 2 dənə kopya yaradacağım. Bir page bir şitdə. Deməli, 26 dənə mən səhifə çap edəcəm. Amma nəzərinizdə çatdırım ki, kallaktet nəzərə alınmalıdır burada səhifə nömrəsində. Deməli, əvvəlcə bir dənə nüsxə üçün bu kallakteti quraq. 2, 2, sonra 3, 3, 3. 14-cü səhifədə deməli, mən bu səhifələri ardıcıl şəkildə çap edirəm. Bax, 1-dən 2 dənə kopya. 2 dənə kopyanı çap elədik. 1, 1. Sonra 5-dən 2 dənə kopya. 5, 5. Sonra 10 ilə başlayır. Görsən səhifə. Deməli, burada 10, 10. 2 dənə çap edirəm. Sonra 11, 11. Sonra 12, 12. Neçə dənə mən vərəq işlətdim? Deməli, 3 dənəsi, 6 dənə, 9 dənə, 10 dənə vərəq işlətmişəm. Sonra 13, 13. Sonra 14. Neçə dənə A4 getdi? Təzdən sayıram. 3, 6, 9, 12, 13. Nəhayət sonra da nə gələcək? 15. Çünki ardıcıldır axı. 15, 15. Deməli, deyəcək ki, 14-cü vərəqdə, yəni 14-cü vərəq bura düşür. Neçə nömrə səhifə çap olunacaq? 15 nömrə səhifə çap olunacaq. Cavab 15. 15 mi tapırsınız? 15-dir cavab. Sonra keçir aşağıya. Bariyer kod da verirəm. Sonra təzədən bir YouTube-a qoyacağım, bir də baxarsınız. Kimə hara qaranlıq qalsa da. Beta şirkətinin anbar xərclərini. Bunun cavabını konkret yazıram. 109 tapırsınızsa düz tapırsınız. Yoxsa beta deyirdi o, bəlkə səhv salmışam. Baxacaq da. Deməli, betanın anbar xərcləri. Betanın aidisi 239-dur. Aidi sayəsində 239-ları seçirəm. Burada var, burada var. Deməli, beta kitab saxlayırmış anbarda. Bir də jurnal saxlayırmış. Kitabın aidisi 18-dir. Jurnalın aidisi 28-dir. Təzədən bura baxıram. 18 aidili mal, yəni kitabın bir dənəsini saxlamaq qiyməti 12 manat 50 qəpikdir. Bir dənəsi üçün 12 manat 50 qəpikdir. Və bu kitabdan 8 dənədir. Deməli, mən 12 manat 50 qəpiyi 8-ə vurub kitabın xərcini tapacağım. Sonra 28 nömrəli malı saxlamaq üçün isə 0-dan %75, yəni 75 qəpik istifadə olunur, yəni alınır. Jurnalın da sayı 12-dir. Deməli, mən 0-dan %75-ə də 12-ni vurub tapacağım. 12,5-i 8-ə vuranda eləyir 100. %75 12-ə də vuranda eləyir 9. Və sırada bu ikisinə bir yerdə xərc verir. 100 üstə gəlsin 9. 109 manat bu ikisinin xərci çıxır ambara. Cavab olacaq 109. Doğru mülahizələr. 120 çoxluq ədədinin ikilik yazışındakı birlərin sayı 6-ya bərabərdir. Bunu belə bilənmərik. Ona görə yazmaq lazımdır. Belə getmək lazımdır. 123-ü 2-yə bölsək, 60 bir dəfə düşəcək. Qalıqda da bir dəfə qalacaq. 61-i bölsək 2-yə, 30 dəfə düşəcək. Qalıqda da 1 qalacaq. 30-u bölsək 2-yə, 15 dəfə düşəcək. Qalıqda 0 qalacaq. 15-i bölsək 2-yə, 7 dəfə düşəcək. Qalıqda 1 dəfə qalacaq. 7-yi bölsək 2-yə, 3 dəfə düşəcək. Qalıqda 1 dəfə.
3-ü 2-yə bölsək, bir dəfə qalıq da, bir dəfə. 1, 2, 3, 4, 5, 6 dəfə birdən istifadə olundu. Düz deyir? Bəli, düz deyir. Biri 1-dir. 16 say sistemindən böyük rəqəm ədədi FF-dir. Tamamilə düzdür. 16 say sistemindən böyük istifadə olunan 2 rəqəm ədəd FF-dir. Ən böyük rəqəm ədəd FFF-dir. Ən böyük tək rəqəm ədəd eləcə F-dir. 16 say sistemindən kiçik 2 rəqəm ədədi 16-dır. Səhv danışır. İstənilən say sisteminin tərkibində əgər 1 və 0 varsa, 1 və 0-dan mən ən kiçik yarada bilərəm. İstənilən say sistemində baxın, ikilikdə də, onluqda da, yüzlükdə də fərqi yoxdur. Ən kiçik 2 rəqəm ədəd 10-dur. Niyə 10-dur? Çünki demişdik ki, ikilik say sistemində, ümumiyyətlə, say sistemləri hansı rəqəmlə başlayır? 0-1 ilə başlayır, düzdür? Ədəd qurmaq istəsəm 0-1 adlı ədəd var. Yox, deməli, bir əvvəl keçirməliyəm. Ən kiçik də bu olacaq. 11 deyənməzsiniz, çünki 11-dən kiçik 10 var. Yaxşı? Deyəcək ki, ən kiçik rəqəm istənilən say sistemində 10 olduğu üçün 3-cü şərt səhvdir. İkilik say sistemi ən kiçik 3 rəqəmli ədəd 111-dir. Səhv deyil. Bax, ümumiyyətlə yadınızda saxlayın ki, ən kiçik söhbəti olarsa, sən orada 1-0 mütləq istifadə eləmişsən. 100 dura-dura 111 niyə kiçik olsun? Səhvdir, getdi. İkilik say sisteminin ən kiçik 3 rəqəmli ədədi ilə demişdik, istənilən say sistemi ən kiçik 3 rəqəmli 1 ilə 0 ilə olacaq. Ona görə bunun ən kiçik rəqəmi 100-dür. 16 say sistemi ən böyük 2 rəqəmli ədədidir. Bunu da bayaq burada dedik. Ümumiyyətlə bilirik özümüzdə ki, 16-dan böyük rəqəm 2 rəqəm ədədi FF-dir. Deyək, bunun cəmi bərabərdir 259-a. Gəl baxaq da, bu 2-likdə, bu 16-lıqda. İkisini cəmləyəndə, ümumiyyətlə say sistemlərini cəmləyəndə biz hansı say sistemindən istifadə edirik? 10-luqdan. 0, 1, 2 şəklində bunu yazaram. 0, 1 şəklində də bunu yazaram. 1-i 2-nin kvadratına vursam, yəni 4-ə vursam 4-ün özünü alaram. Qalanlar 0 edirdən heç baxmaya ehtiyac yoxdur. Deməli, indi bunu hesablasaq. F-i, yəni 15-i, vursam 16 üstündə 1-ə, üstə gəlinsin 15-i, vursam 16 üstündə 0-a. 15 16-ya vuranda 240 eləyir. Üstə gəlinsin. 16 üstə 0 1-ə bərabərdir. 15-ə vuranda 15-in özünü alıram. Bunları da toplayanda 255 eləyir. Eləyir. Gətirib bu 4 ilə 255-i cəmləyəndə 259 verir. Verir. Demək şərt düzdürmü? Düzdür. Bir də 5-dir. Deyir 64 onluq ədədini. İkilik yazısındakı sıfırların sayı 7-dir. Tamamilə səhv danışır. Demişdik ki, ikilik şəkildə 2 üstü qüvvə şəklində verilə bilirsə ədəd, məsələn 64 kimi 2 üstündə 6 şəklində verilə bilirsə, o yazılışda, yəni bax bu dəqiqə onluq say sistemindədir. Onluq say sistemində bu vəziyyətdə olan ədədi ikilikdə ifadə eləmək üçün biz baxmalıyıq. Əsasın sayı qədər 1 var, üstün sayı qədər, üstün sayı da 6-dır. 6 dənə də 0 var. Deməli, deyəcək ki, neçə dənə 0 var burada? 6 dənə. Bu deyir 7 dənə. Səhv deyir. Bu da getdi. Deməli, bu sualın doğru cavabı 1, 2 və 5-dir. Sonra, doğru mülahizələri seçin. RAM müvəqqət yaddaşdır. Bəli, tamamilə düzdür. Müvəqqət yaddaşdır. Bəzən buna əməli də deyirlər, bəzən operativ də deyirlər, bəzən cari sözünü də işlədirlər. Plot deyir, böyük ölçülü qrafik informasiyanı kompüterə daxil edir. Bura qədər düz gəlmişdir böyük ölçülü sözünə görə, qrafik informasiyaya qədər, kompüterə qədər hətta. Amma daxil eləmək sözü yanlışdır. Plotter, printer kimi bir qurğudur. Sadəcə olaraq böyük ölçüdə işləyir, xaric edir. Bu getdi. Komos vaxt və tarix yaddaşı alır, tamamilə düzdür. Komos enerjidən asılı olmayan ROM üzərində yerləşən bir yaddaş qurğusudur. Bəzən bunun əvəzinə konfigurasiya sözünü də görə bilərsiniz, tamamilə düzdür. Deməli, deyəcək ki, 3 düzdür. İnformasiya əməl yaddaş qurğusunda emal edilir. RAM-da nə gəzir informasiyanın emal işi? Bu registra aiddir. Prosesin daxilində yerləşir. Sıçan çıxış qurğusudur. Səhv danışır. Sıçan daxil qurğusu. Ümumiyyətlə, mouse-la bağlı, adında mouse, pen mouse, nə joystick. Bunların hamısı belə də giriş qurğulardır. Xarici yaddaş qurğuları informasiyanı uzun müddət yadda salmaq üçündür. Bəli, tamamilə doğrudur. Məsələn, flash kartdır, CD-dir, DVD-dir, çoxdur, HDD-dir. Bunlar informasiya ümumiyyətlə uzun müddət yadda salmaq üçün. Doğru cavab olacaq 1, 3 və 6. Keçirik. Sonuncu sual. Uyğunlaşdırma sualı. Review. Sənədi mühafizə etmək üçün bəli, ümumiyyətlə bütün proqramlarında Protect adlanan qruppa, yəni mühafizə qruppası bir dənə reviewdadır. A yazacaq, gedəcək. Tək və cüt səhifələrdəki sərlövhələrin fərqləndirilməsi. Bax, burada söhbət header footerdan gedilir. Əgər header footerun əlavə edilməsi desəydi, sərlövhənin əlavə edilməsi, insert axtaracaqdınız. Amma fərqləndirmək deyir deyə bunu layout yazacağıq. Yəni, header footeru fərqləndirmək layoutdandır. Orfoqrafik və qrammatik səhvlərin düzəldilməsi. Bu review tabında profil qruppasına həyata keçirilir. Buraya yazacağıq. Müxtəlif kitablara, qəzetlərə, jurnallara istinadlarını verməz. Bax, kitab, qəzet, jurnal, bu kimi sözlər gördünüzsə cavabı mütləq referansdır. Seçilmiş mətn formatının başqa mətn formatına köçürülməsi. Buradakılardan heç biri. Yəni, bu format Painter'dır. O da Home tabına yerləşir. Yəni, 1-də cavab A, C, 2-də cavab B, 3-də cavab D. Belə.